Əziz dostlar, salamlar. 27 may 2025-ci il Bakıdan növbəti videom. Çox möhtəşəm, gözəl bir abidənin önündəyəm. Yeni açılmış, yeni inşa edilmiş bir abidə, bəmbəyaz rəngdə, özəl, mənəvi əhəmiyyətə malik olan bir abidədir bu. Deməli, harada yerləşir? Zəfər Parkı adlanır bura. Mən hələ o tərəfə heç vaxt keçməmişəm. İndi videoda bərabər keçəcəyik, baxacağıq Zəfər Parkında nə var, nə yox. Zəfər Parkı harada yerləşir? Baxın, qarşıda Port Bakudur. Port Bakunun binaları, Crescent Mall. Crescent Mall'dan hardasa bir 300, 400, 500 metr irəli gəlirsiniz və tam Zəfər Parkının önündəyik. Bəli, əziz dostlar, bura Azərbaycanın 44 günlük müharibədə, vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər Parkıdır. Qarşı tərəfdə isə Ağşəhər bulvarının başlanğıcıdır. Orada yazılıb Ağşəhər bulvarı. Bəlkə burada görünməyə bilər. Mən isə keçirəm yolu o tərəfə və ilk dəfə bərabər Zəfər Parkına baxacağıq və bildiyim məlumatları sizə çatdıracağım. Artıq yolun bu tərəfindəyəm. Daha yaxından abidəni görə bilirik. Yeni inşa olunub, yeni açılış olub. Prezident şəxsən açılışında iştirak edib. Deməli, 27 sentyabr Azərbaycanda vətən müharibəsi başladı və öz torpaqlarımızı geri almaq uğrunda mübarizəmizi başladaraq cəmisi 44 gün ərzində düşməni məhv elədik və 8 noyabrda artıq tam qələbə əldə edərək torpaqlarımızı geri qaytardıq. Orada da 8 noyabr 2020-ci il yazılıb. Baxın, indi gedəcəm o tərəfə. Və 8 noyabrda Azərbaycan öz ərazisini, bütövlüyünü təmin elədi, qələbəni əldə elədi. Bundan sonra prezident fərman imzalayaraq 8 noyabrı qələbə günü olaraq bütün ölkədə qeyd olunmasını hər il təsdiq etdi. Ondan sonra isə 44 gün vətən müharibəsi sürdüyünə görə bu abidə birbaşa zəfərə həsr olunduğu üçün hündürlüyü 44 metrdir. Eni 22 metrdir. Baxın, bu sütunların sayı 44'dür. Yəni bunlar hamısı 44 günlük zəfər mübarizəsinin rəmzidir və onu əks elətdirir. Bəli, möhtəşəm bir abidədir. Yanına yaxınlaşdıqca görürsən necə böyük, gözəl bir Zəfər memorialının önündə dayanmışıq. Ətrafda da gözəl binalar, hündür mərtəbəli binalar. Bakı hər gün, hər keçən gün gözəlləşir, çiçəklənir. İnsanların yaşayışı, rifahı yavaş-yavaş düzəlməkdədir inşallah. Biz sizə Zəfər Parkının içinə gedək, baxaq orada nələr var. Belə, hörmətli dostlar, abidəni yandan da görsədim sizə. Çünki içəridə çəkiliş aparmaq qadağandır. Dövlətin xüsusi nəzarətindədir bura. Güvənlikçiləri filan hamısı, yəni burada çəkməyi qadağan eləyirlər. Ümumi sahəsi isə 10 hektardır. Yəni parkın bu hissəsində 8 noyabr sözü yazılıb. Oralarda çəkiliş olmadı. Arxa tərəfdə icazə var. Bu tərəflər isə Ağşəhərin bulvarıdır. Baxın, orada yazıb Ağşəhər bulvarı. Baxın, Ağşəhər bulvarının girişi ta ki uzanıb və bu maşınlar hamısı istirahətə gələnlərdir. Bizim gedəcəyimiz yer isə arxa tərəfə, parka baxmaq üçün o tərəfə hərəkət edirik və qismət olsa bugün Qənimətlər Parkına da baxacağıq. Təəssüf ki, içəridə çəkiliş aparmağa icazə yoxdur. Bəli, artıq Zəfər Parkının arxa hissəsinə keçdim. Baxın, orada 8 noyabr yazısı, Zəfər xatirəsinə həsr olmuş abidə gözəl görsənir və bu tərəfdə böyük yaşıl ərazilər, 10 hektarlıq ərazidə Zəfər Parkı inşa edilir. Hər yer yamyaşıl, tərtəmiz, çalışırlar, xidmət edirlər. Baxın, buralar tam yamyaşıl olur və biz də burada isə suni bir göl var, su hövzəsidir. Yəqin ki, fontanlardır burada. İndi çalışmırlar.
Çox güman ki, oradan dayanıb bu tərəfə baxsa çox gözəl bir görüntü olacaq inşallah. Sonda Azərbaycan milli bayrağımızı görürəm və o tərəfə doğru gedirik. Çox gözəl, səliqəli bir parkdır. Çoxlu ağaclar əkilib, yaşıllıqlar salınıb. Yəqin ki, axşam burada istirahət üçün çox insanlar olur. Burada ise böyük bir fontan var. Temizlik işləri gedir. Və baxın, buradan gözəl görsənir. Bu Zəfər Parkının açılışında şəxsən ölkə başçısı özü iştirak edib və bu yolla gedirik. Uzun bir yoldur, sonunda Azərbaycan bayrağı. Çox güman ki, əminəm ki, bunların hamısının öz mənası var və dönərək bu tərəfdən bu gözəlliyə baxırıq. (8 noyabr 2020-ci il) Azərbaycanın qələbə gününə həsr olunmuş tarixi bir abidə, çox mənəvi bir əhəmiyyət daşıyır. İndi isə bu uzun yolla gedirik bayrağımıza tərəf. Park heç səsi yoxdur, boşdur, çünki hava istidir. Saat 4. Hər yer yaşıllıq, ağaçlara baxın, nə qədər ağaçlar əkilib sağda və solda. Bu ağaçlar daha da böyüyəcəklər və bura xüsusi yaraşıq və oksigen verəcəklər. Ev heyvanlarının otlara çıxması qadağandır. Hər yerdə xüsusi işarə ilə qeyd olunur. Qarşıda hətta şəlalə də görürəm, fontanlar çalışır. Gedək o tərəfə. Artıq fontanlara, fəvvarələrə tərəf yaxınlaşıram. Bu gözəlliyə baxın. Sol, sağ, hər tərəf yaşıllıq, gözəllik adama zövq verir. Çox gözəl düzəldilib. Və sol sağı cam şüşədən olan bu nərdivanla gedirik tam bayrağımıza tərəf. Bura dairəvi formadadır və ətrafında fəvvarələr, burada balaca şəlalə. Çox maraqlı, gözəl bir parkdır. Hamıya bura gəlməyi məsləhət görürəm. Bakıya yolunuz düşsə, baxın, uzun yol gedir, çıxır düz tarixi abidənin önünə, 8 noyabr yazısına. Şəkil çəkməyə icazə verirlər orada, amma video olmaz. Bu tərəflərdə isə problem yox. Belə hörmətli dostlar, bununla da burada videomu bitirirəm. Bir növbəti videonu istəyirəm Qənimətlər Parkına gedib çıxsam, oradan çəkəcəm. Bizi izlədiyiniz üçün təşəkkürlər, sağ olun, var olun.